Salam. Bu günləri buraxılış imtahanlarının modelinə uyğun mətn tapşırıqları 9 illik Dövlət İmtahan Mərkəzinin test toplusundan Kenguru mətn izahına başlayırıq. Əvvəlcə mətnlə tanış olaq. Avstraliyaya gələnlər bu heyvana maraqla tamaşa edirdilər və yerli sakinlərdən onun adını soruşurdular. Yerli adamlar kenguru, yəni mən sizi başa düşmürəm deyə cavab verirdilər. Gələn qonaqlar elə bilirdilər ki, bu söz həmin maraqlı heyvanın adıdır. Elə o vaxtdan bu heyvan kenguru adlandırılmışdır. Kenguru ot yeyən heyvandır. Onun dal ayaqları qabaq ayaqlarından bir neçə dəfə uzundur. Ona görə də kenguru gəzə bilmir. Sürətli sıçrayışlarla hərəkət edir. Kenguruların dal ayaqları onların ünsiyyətinə kömək edir. Belə ki, kenguru dal ayaqlarını, burada nöqtə qoyub demək ki, nəsə bizdən soruşacaq, səs çıxarır və digərlərinə işarə edir. Kenguru ot yeyəndə qabaq ayaqlarını yerə qoyur. Onun iri və güclü quyruğu, ensiz kürəyi, insan əlinə bənzər pəncəsindən ibarət silueti var. Arxa pəncəsində cəmi 4 barmaq var. Caynaqları xüsusilə də ən uzun 4-cü barmağındakı caynağı bıçaq kimidir. Bununla da kengurunun nəsli kəsilməmişdir. Kenguru 12 metr uzununa 3 metr hündürə tullanmaqla müdafiə olunur. 2 metr yarım uzunluğunda olan nəhəng kengurunun dünyaya gətirdiyi balanın uzunluğu təqribən 3 cm. Gözləri isə kör olur. Getdikcə gözləri açılmağa, anasının gözlərinə bənzəməyə başlayır. 8 aydan sonra bala ananın yarısı boyda olur. Bala kenguru anası ilə yanaşı oturan zaman adi bir xışıltı səsi eşidib qorxsa, cəld anasının kisəsinə girir. Yerini rahatlayandan sonra başını çıxarıb ətrafa baxır. Ana kenguru düşməndən qaçarkən artıq böyümüş balasını kisədən tullayır. Kisədən yerə düşən kenguru balası özünü müdafiə edə bilir. Ağacda, çılpaq qayalıqlarda yaşayan kenguruların ömrü 10-15 ildir. Onlar əkinlərə ziyan vururlar, qiymətli xəzindən və ətindən istifadə məqsədilə ovlandığına görə dövlət tərəfindən mühafizə olunurlar. Yəni mühafizə olunurlar, qorunurlar. Azərbaycanda da xüsusi qoruqlarda mühafizə edilən turad, ceyran, kəklik kimi heyvanlar vardır. Yəni ki, kenguru ilə bərabər həm turaddır, ceyrandır, kəklik kimi heyvanlar da mühafizə olunur və qorunurlar. 41-ci suala baxırıq. Deyir ki, mətndə çərçivə daxilində verilən sözün mənasına uyğun nümunənin işləndiyi cümləni müəyyən edin. Baxırıq, mətndə çərçivə daxilində verilən söz nədir? Çıxarıb. Çıxarıb sözüdür. Gəlin cümləni bütöv oxuyaq, görək çıxarıb demək cümlə hardan başlayır? Bala kenguru anası ilə yanaşı oturan zaman adi bir xışıltı səsi eşidib qorxsa, cəld anasının kisəsinə girir, yerini rahatlayandan sonra başını çıxarıb ətrafa baxır. Başını çıxarıb ətrafa baxır. İndi baxın, burada deyir ki, mətn daxilində verilən sözün mənasına uyğun. Yazdakı səhvləri çıxarıb üzünü köçürdü. Yazdakı səhvləri çıxarmaq, yəni yeni mənalı sözlər tapmaq, bu çıxarıbla onu çıxarıb arasında məna əlaqəsi yoxdur. Müdir əlini işdən çıxarıb başqa vəzifəyə təyin etmişdi. Bu çıxarıbdır, o çıxarıbdan deyil. Qara eynəkli adam özünü sudan quru çıxarıb qalib görkəmli dayanmışdı. Bu da deyil. Mən səsimi çıxarıb bir söz deyə bilmədim. Sürücü əlini maşının pəncərəsindən çıxarıb arxadakı maşına işarə edirdi. Həqiqətən də demək sürücü əlin maşından kənara çıxara bilər. Demək burada da həmən bax burada yerini rahatlayandan sonra başını çıxarıb ətrafa boylanırdı. Yəni başını çıxarıb
ətrafa baxırdı mənasında işlənirdi. Demək, cavabımız nədir? E bəndidir. 42-ci sual nədir? Planın tərkib hissələrlə bağlı uyğunluğu müəyyən edin. Bildiyimiz kimi mətnin uşaqlar 3 hissəsi var. Giriş hissə, əsas hissə və nəticə hissə. Baxırıq indi burada. Kengurunun bədən quruluşu. Bax, kengurunun bədən quruluşuna görək hansı hissədə nəzər olunub. Baxaq. Kengurunun bədən quruluşu. Bunlarda kengur nəsə? Uzundur, ona görə də kenguru gəzə bilmir, sürətli sıçrayışlara hərəkət edir. Demək, kengurunun dal ayaqları onun qabaq ayaqlarından uzundur. Sonra onun iri və güclü quyruğu, baxın, onun iri və güclü quyruğu, ensiz kürəyi, insan əlinə bənzər ibarət silüeti var. Amma arxa pəncəsində cəmi 4 barmağı, caynaqlarda xüsusilə ən uzun 4-cü barmağındakı caynağı bıçaq kimidir. Hansı hissədə verilib? Bax, belə deyə də, bax, rahat olmaq üçün belə birinci mətndə tapaq. Bax, bura giriş hissədir, bura əsas hissədir, bax, burada nəticə hissədir. Bunu biləndən sonra mətn tapmaq daha da rahatdır. Artıq da biz biləcək ki, məsələn, bu birinci abzasdır, bura ikinci abzasdır, bura üçüncü abzasdır, burada dördüncü abzasımız. Demək, dördüncü abzasımız nəticə hissəsidir. Birinci abzasımız giriş hissədir. 2 və 3-cü abzaslarımız əsas hissədir. Demək, 2 və 3-cü abzasda verilən hissələr bizə əsas hissə, 4-cü abzas nəticə hissəsində birinci hissədə olursa o giriş hissə hesab olunacaq. Demək, baxaq. Planın tərkib hissələrə bağlı uyğunluğu. Deyir ki, giriş hissə. Baxaq, belə. Kengurunun bədən quruluşu hansı hissədə idi? Əsas hissədə. Demək, hara yazırıq? Əsas hissənin yanına yazırıq A. Qəribə ad vermə. Baxın, qəribə ad vermə giriş hissədədir. Avstraliyaya gələnlər bu heyvana maraqla tamaşa edirdilər. Yerli sakinlər onun adını soruşurdular. Bu adamlar kenguru, yəni mən sizi başa düşmürəm deyə cavab verirlər. Gələn qonaqlar elə bilirlər ki, bu söz həmin maraqlı heyvanın adıdır. Elə bu vaxtdan bu adamın kenguru. Hansı hissədədir? Giriş hissədir. Qəribə ad vermə harda oldu? 1-ə oldu. B bəndi. Bala kenguru haqqında. Bala kenguru haqqında görək hansı hissədə danışılır. Bax, görürsən, burada yazıb ki, kenguru 12 metr uzuna, 3 metr hündürə tolama müdafiə. 2 metr yarım uzunluğu olan nəhəng kengurunun dünyaya gəldiyi balanın uzunluğu təqribən 3 santimetrdir. Hansı hissə yazmışam? Bax, görürsən, 2 və 3-cü hissə yazmışam, əsas hissə yazmışam. Demək, hara gələcək? Əsas hissəyə aid olacaq. C yazacaq bura. Kengurunun faydası. Aha, indi görək kengurunun faydasına harada danışılır? Kengurunun faydası, bax, yazır ki, çılpaq qayalıqlarda yaşayan kengurun ömrü 10-15 idi. Onlar, bax, onlar əkinlərə ziyan vururlar. Qiymətli, bax, bu kengurunun, belə deyək, belə sualda düşə bilər ki, kengurunun zərərləri məsələn, bax, bunu götürə bilərik. Amma baxın, faydaları deyəndə nə götürür? Qiymətli xəzindən, ətindən istifadə məqsədi ilə ovlandığına görə dövlət tərəfindən mühafizə olunur. Bax, demək, bizə kengurunun faydası nəymiş? Qiymətli xəzi varmış, ətindən istifadə edilmişlər. Ona görə də dövlət tərəfindən mühafizə olunur. Hansı hissə idi bax? Görürsən, nəticə hissəsində 4-cü abzasdadır. Gətirib burada qoyuruq nəyi? D bəndi. Demək, 1-ə B, 2-yə AC, 3-ə D. 1-ə B, 2-yə AC, 3-ə D. Cavabımız nədir? C bəndidir. Mətnə əsasən yanlış fikirləri müəyyən edin. Kenguru sözü təsadüf nəticəsində yaranmışdır. Həqiqətən baxaq görək, elədir yoxsa yoxdur, baxaq.
Deyir ki, Avstriyaya gələnlər bu heyvanı maraqla tamaşa edirlər və yerli sakinlər də onun adını soruşurlar. Və kenquru, yəni mən sizi başa düşmürəm deyə cavab verirlər. Gələn qonaqlar elə bilər ki, bu söz həmin maraqlı heyvan adıdır. Elə bu vaxtdan bu heyvan kenquru adlandırmışdır. Demək necə olub? Təsadüfi olub. Demək bu fikir doğrudur. Bizdən nə istəyir? Yanlış istəyir. Kengurunun ayaqları yalnız hərəkət etmək üçündür. Kengurunun ayaqları yalnız hərəkət etmək üçündür. Gəlin baxaq. Harda danışıb kengurunun? Ot yeyən heyvandır. Onun dal ayaqları, qaba ayaqları bir cəhətə uzundur. Ona görə də kenguru gəzə bilmir. Sürətli sıçrayışlara hərəkət edir. Kengurunun dal ayaqları onların ünsiyyətinə də kömək edir. Demək, təkcə yerimək üçün deyil, nə üçün də ünsiyyətinə də kömək edir. Demək, yanlış fikirdir. Kengurular adətən 10 ildən az yaşamırlar. Düzdür, burada biraz yaxşı düşmüb. Kengurular adətən 10 ildən az yaşamırlar. Gəl baxaq görə həqiqətən kengurular neçə müdafiə olunur. 8 aydan sonra kenguru isə yanaşı cəld anasına girir, rahatlanandan sonra başına çıxır. Onun iri pəncəsi, barmağı var. 4-cü buna da kenguru nəsiyəsi. 3 metr hündürlük müdafiə, 2 metr yarım uzunluğu nəhəng kengurunun dünyaya balan uzunluğu 3 santimetrdir. O başlayır. 8 aydan sonra balanın boyda bala kenguru anası ilə yanaşı otuna zaman xısıltısa seçdi, qorsa gətirir. Çılpaq, bax görürsünüz, sondaymış, nəticə hissəsindəmiş. Fikir verin bura. Yazır ki, burada yazır ki, ağacda çılpaq qayada yaşayan kenguruların ömrü 10-15 ildir. Həqiqətən də kengurular adətən 10 ildən az yaşamırlar. Həqiqətən demək ki, 10-15 yaşayırlar. Bu doğru fikirdir. Dünyaya yenicə göz açan bala kengurunun çox iti görmə qabiliyyəti olur yazır məncə. Burada səhvdir. Çünki deyir ki, onlar dünyaya gələndə kör olur. Bax görürsən, kör olur. Demək ki, bu yanlış fikirdir. Bizdən doğruları soruşsa 1-3-dür, yanlışları soruşursa demək 2-4-dür. Cavabımız A bəndədir. Bir çox canlıların barmaqlarının qırmaqvarı ucları mənasındadır fikrini. Üstündə rəqəm yazılmış hansı sözü şərh ilə bağlıdır? Burada caynaq olmalıdır. Üstündə rəqəm yazılan sözlərdən hansını götürəcəyik? Demək ki, pəncəsi, barmaq var, caynaq görsən, bu da caynaq. Demək, 5-ci olmalıdır. Demək, cavab nədir? 44-də cavab B bəndidir. Mətnə əsasən hansı suala cavab vermək mümkün deyil? 45-ci suala baxırıq. Kenguruların ünsiyyətinə nə kömək edir? Bax, bayaqları ilə sizə göstərdim. Kenguruların ünsiyyətinə kömək edən əsas xüsusiyyətlərdən biri nə idi? Bax, burada sizə indi onu göstərəcəm. Buradan silin buranı. Göstərim. Demək, kenguruların əsas göstərən xüsusiyyətlərdən biri obat dal ayaqlarının qabaq ayaqlarının uzun olmasıydı. Baxın, göstərəcəm. Hərəkət sərt çıxır. Hansız? Bax, kenguruların dal ayaqları onların ünsiyyətinə kömək edir. Demək, bunu cavab tapmaq mümkündür. Kenguruların vətəni haradır? Kenguruların vətəni Avstraliyadır. Görürsən, cavab tapmaq mümkündür. Getdim, tapdım. Kengurular nə ilə qidanırlar? Bax, burada yazıb kengurular ot yeyən heyvandır. Demək ki, mətnə baxıram, görürəm ki, həqiqətən cavab tapa bildim. Böyük kenguruların boyu nə qədər olur? Böyük kenguruların boyu nə qədər olur? Kenguru 12 metr uzun, 3 metr hündürlüyə olan müdafiə olunur. 2 metr yarım uzunluğunda olan nəhəng kengurunu dünyaya gətirdi. Görürsən, demək 2 metr yarım olur. Ona cavab tapa bildim. Kenguru balasını neçə il müdafiə edir? Orada onun haqqında məlumat yoxdur. Cavab bəndidir. Mətn oxusaq da o mətndə o məlumatı tapa bilməyəcəyik. 46. Tünd qara hərflə verilmiş ifadənin kontekstə görə qarşılığını işləndiyi cümləni müəyyən edin.
Mətnə qayıdırıq və mətndə nə edir? Deyir ki, qiymətli xəzindən və ətindən istifadə məqsədilə ovlandığına görə dövlət tərəfindən mühafizə olunurlar. Mühafizə olunur nə demək? Qorunurlar. Deyir, ifadənin kontekstə görə qarşılıqlı işləndiyi nümunə. Qarşılıqlı işləndiyi nümunəni nə etmək lazımdır? Tapmaq lazımdır. Mədəniyyət abidələri dövlətimiz tərəfindən nə edir? Qorunur. Cavab bu olacaq da. Çünki burada da mühafizə olunur, yəni mühafizə olunur mənasında işlənə bilər. Bax, mədəniyyət abidələri dövlət tərəfindən mühafizə olunur. Yəni qorunur. O yarışda zəif müdafiə olunurdu. Ön tərəfdə qorumaq bizim komandaya tapşırıldı. Ön tərəfi qorumaq. Ön tərəfi mühafizə etmək bizim komandaya tapşırıldı mənasında deyil. Vətəni qorumaq hər kəsin borcudur. Düşmənin müdafiəsi əsgərimiz tərəfindən yarıldı. Bu da deyil. Demək cavabı nədir? A bəndidir. Verilmiş fikirlərlə mətnin hansı tərkib hissələrini genişləndirmək olar? Uyğunluğu müəyyən edin. Baxın, bayaqlar sizə dedim ki, mətnin tərkib hissələri deyəndə mətnin neçə tərkib hissəsi vardı? 3 tərkib hissəsi vardı. Hansıları da bax, buraya yazıram. Bura giriş hissə idi. Bura əsas hissə, bura giriş, elə burada yazaq, əsas, burada yazaq, nəticə uşaqlar. Demək, bu belə baxmaq lazımdır ki, səhv eləməyəsiniz. Baxın, buradan da bunu silim bir dənə. Bunu bilirsənsə, demək ki, heç bir problem olmayacaq. Sən bu giriş və əsas hissəni tapa biləcəksən. Baxın, indi biz hər dəfə oxuduqca görək, hara qoyacaq burada yerinə. 47-də. Birə aiddir ki, birdəyi nümunəyə görə hara qoymaq olar? Bax, giriş, əsas və nəticə hissəsini veribdir. İndi biz biri gətirib hara qoyacağıq? Bala kenguru bir müddət ana sütü ilə qidalanmalı olur. Hara qoya bilərik? Biz onu məsələn yazab əsas hissədə götürə bilərik. Məsələn, kengur ot yeyən heyvandır. Onun dal ayaqları qabaq bir neçə dəfə uzundur. Ona görə də kenguru gəzə bilmir. Bax, əsas hissədə biz kenguruya bağlı qoya bilərik. Məsələn, deyir ki, o təqribən 3 cm gözləri bax, olur. Bax, təqribən 3 cm gözləri isə kör olur. Belə deyə bilərik ki, məsələn, bala kenguru bir müddət ana sütü ilə qidalanır. Nə edirik? Gətirib biri buraya yazırıq. Demək, əsas yaza bilərik. Sonra bu heyvanın yaşadığı ölkə bitki örtü ilə zəngindir. Məsələn, yaza bilər ki, giriş hissədədir. Məsələn, Avstriyaya gələnlər bu heyvanı maraqla tamaşa edirlər. Yerli sakinlər onun adını soruşurlar. Yerli adamlar kenguru, yəni mən sizə başa düşmürəm deyə cavab verirlər. Gələn qonaqlar da bilir ki, bu söz həmin maraqlı heyvan adıdır. Elə o vaxtdan bu heyvanı kenguru adlandırmışdır və bu heyvanın yaşadığı ölkə bitki örtü ilə zəngindir. Giriş hissə yaza bilərik. Gətirib giriş hissənin qabağına nə yazırıq? 2 yazırıq. Sonra bu heyvanı ovlamaq qadağan olunub. Harda baxırıq ki, o heyvanı ovlamaq qadağan olunub? Nəticə hissəsində baxırıq. Baxın, Azərbaycanda xüsusi mühafizə olunur və dövlət tərəfindən qorunurlar. Dövlət tərəfindən qorunursa, demək ki, ovlamaq olmaz. Hansı hissəyə gətirib yaza bilərik? Nəticə hissəsini yaza bilərik. Demək, 1-ə B, 2A, 3-ə C. Cavabımız nədir? D bəndidir. Mətnin əsas hissəsinin məzmunu ilə uyğun olmayan cümlələri məndir. Mətnin əsas hissəsi. Mətnin əsas hissəsi hansı idi? Bax, görsən, bu hissələr mətnin əsas hissəsi idi. İndi deyir ki, ona uyğun olmayan cümlələri müəyyən edir. Bununla da kengurunun nəsli kəsilməmişdir. Bax, bu hansı hissəyə aid olar sizcə? Nəticə hissəsinə aid olar. Nəticə hissəsinə. Demək, əsas hissəyə aid deyil. Demək, 48-də cavabımız nə olacaq elə? A bəndi olacaq. Digər variantlara da baxaq. Kisədən yerə düşən kenguru balası özünü müdafiə edə bilir. Harda bilir? Orada bax, görsən, rahatlı, qorxsa cəld. Kenguru balası özünü müdafiə edə bilir. Hansı hissədədir? Görsən, əsas hissə hesab olunur. Buraya yazırıq əsas. Sonra getdikcə gözləri açılmağa, anasının gözlərinə bənzəməyə başlar. Hansı hissədə? Əsas hissədədir. Çünki burada görsən 3 cm, gözləri isə
Getdikcə gözləri açılmaq, anasının gözlərinə bənzəmə var. Getdikcə gözləri açılmaq, anasının gözlərinə. Hansı hissədədir? Əsas hissədədir. Kenqurların dal ayaqları onların ünsiyyətinə kömək edir. Bu əsas hissədir. Bayaqlarda elə bax gözlür. Bax kenqurlar demək hardaydı o ünsiyyət vasitəsi? Hə, bax kenqurların dal ayaqları onların ünsiyyətinə kömək edir. Hansı hissədədir? Əsas hissədədir. Burada yazırıq. Əsas hissə. Ana kenquru düşməndən qaçarkən artıq böyümüş balasını kisədən tullar. Yenə də biz bunu harda rast gəlirik? Əsas hissədə rast gəlirik. Deyir ki, bala kenquru anası ilə yanaşı oturan zaman adi bir xışıltı səsi eşidib, qorxsa cəld anası kisəsinə girir. Yerini rahatlandan sonra başını çıxardır ətrafa. Ana kenquru düşməndən qaçarkən artıq böyümüş balasını kisədən tullayır. Kisədən tullayır. Hansı hissədədir? Əsas hissə hesab olunur. Bax, bura nəticədir. Nəticə. Bura, bundan yuxarı bax, buradan düz bura qədər əsas hissə hesab olunur. Demək, burada verilən məlumatlar əsas hissədir. Bir dənə A bəndində isə nəticə hissəsi hesab olunacaq. 48-ci sualımızın cavabı A bəndidir. Keçirik 49-cu suala. Uşaqlar, biraz ətraflı izah edirəm ki, mətn testləri işləyərkən heç probleminiz olmasın. 2x-ə qoyub qulaq asa bilərsiniz. 49-cu suala baxırıq. 49-cu sualda nə deyir? Deyir ki, mətnə əsasən cədvəldəki boş kanallara uyğun cavabları yazmaqla onu tamamlayın. Baxın, verib 1, səbəb və nəticə. İndi birinci səbəb verib, daha doğrusu, bax, birdə nəticəni verib, səbəb verməyib. İndi baxaq, görək nəticəni, indi səbəbini yazma. Kenquru gəzə bilmir, tullanır. Səbəbi nə idi? Səbəbi o idi ki, dal ayaqları qabaq ayaqlarından bir neçə dəfə uzun idi. İndi bax, sizə verilən cavab qatlarında, burada biraz yer azdır. Məsələn, birə həmən cavabı yazırsan ki, dal ayaqları tutaq ki, dal ayaqları qabaq ayaqlarından biraz uzundur. Ona görə kenqurlar gəzə bilmir, tullanırlar. Həmən cavab kartında həmən birin yerinə yazırsınız. Sonra baxın, indi ikincində burada səbəbi verib, nəticəni verməyib. Ətindən və xəzindən istifadə məqsədi ilə ovlanır. Nəticədə nə olur? Bax, burada nəticədə nə olurdu? Bax, nəticə hissəsində ki, xüsusi və görə dövlət tərəfindən mühafizə olunurlar. Həmən cümləni yazırsan, mühafizə olunur. Və yaxud da dövlət tərəfindən qorunur yazsanda doğru fikir yazacaq. İndi baxın burada. İndi burada üçüncündə nəticəni verib bizdən səbəbi istəyir. Balasını kisədən tullaması bala kenqurunun həyatı üçün təhlükəli deyil. Səbəbi nə idi? Səbəbi o idi ki, kisədən yerə düşən bala özünü müdafiə edə bilirdi artıq. Və kisədən yerə atılır, bala artıq böyümüş olur. Ana ona görə onu kisədən tullaya bilir ki, artıq balası özünü mühafizə edib qoruya bilir. Belə ətrafa baxır və kenquru düşmənə qarşı artıq böyümüş balasını kisədən tullar. Kisədən yerə düşən kenquru balası özünü müdafiə edə bilir. Müdafiə edə bildiyi üçün anası onu kisədən ata bilər. Yoxsa müdafiə edə bilməsə, əlbəttə ki, onu kisəsindən niyə atsın ki? 50-ci sualda deyir, mətndə nöqtələrin yerinə gələn uyğun ifadəni müəyyən edib yazın. İfadə deyəsən, uşaqlar, söz nəzərdə tutulur. Hər hansı bir söz və söz birləşməsi nəzərdə tutulur. Gəlin baxaq, mətni diqqətlə oxumaq lazımdır ki, həmən nöqtələrin yerinə. Hansı nöqtə bayaqları göstərdim sizə. Bax, belə ki, gələrik nöqtələri tapırıq. Belə ki, kenquru dal ayaqlarını yerə çırparaq səs çıxarır. Və yaxud yerə döyərək, döyəcləyərək. Nə yazırıq ki, məsələn, 40-cı sual baxın. Mətndə nöqtələrin yerinə uyğun gələn ifadəni müəyyən edib yazın. Həmən cavab kartında nə yazırsan? Məsələn, yazırsan yerə vuraraq, yerə çırparaq yaza bilərsən. Həmən bu cavablardan biri sizin üçün doğru cavab kimi götürüləcək. Əla, bu qədər. İnşallah gələn dəfə ətrafdakı insan mətnini izah eləyərəm. Sağ olun.